Masallı Ərkivan güləşi. Gördüğünüz bu zalda Nadir Ağayevin adına gələcəkdə ola bilər o zal məşhur məşqçimizin adını daşısın. Cavan, yeniyetmə gənclər məşğul olurlar və buradan ümid edirik ki, gələcəkdə bizim məşhur güləşçilər çıxacaq. Hətta gördüyünüz kimi qızlar da burada güləşirlər və özlərini Ruzanna Məmmədovaya oxşatmaq istəyirlər. Bu zaldan Avropa və dünya birinciliklərinin mükafatçısı Əmrah Əmrahov çıxıb, məşqçi Qismət Əkbərovla şəklini görürsünüz.